Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Sumqayıt Şəhər Su Kanal İdarəsi şəhər ərazisində yaşayan əhalinin fasiləsiz dayanıqlı içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsi məqsədi ilə fəaliyyətini günün tələblərinə uyğun olaraq qurub. İdarənin xidmət ərazisində su və kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı xeyli işlər görülüb. Bu istiqamətdə müxtəlif diametrli su xəttləri çəkilib və dəyişdirilib. Belə ki, 125 pagon metr uzunluğunda su xətləri, 1615 pagon metr uzunluğunda kanalizasiya xətləri dəyişdirilib. 3104 pagon metr uzunluğunda su xətləri həm təmir olunub, həm də yenidən quraşdırılıb. Bundan başqa rayon ərazisində yerləşən 160 binanın zirzəmisində təmir işləri yerinə yetirilib. Cari ilin ötən dövr ərzində tullantı su təmizləyici qurğular sexində təmir bərpa işləri aparılıb və hazırda bu işlər davam etdirilir. Belə ki, təmizləyici qurğunun qəbul kamerasında 3 ədəd incə barmaqlıq quraşdırılıb. Birinci aerotank durulducusunda difüzorların yoxlanılması üçün su verilib. Təmir bərpa işləri tamamlamaq üzrədir. İkinci və üçüncü aerotank durulducularda lil stabilizatoru və lildən təmizləmə işləri, qum tutanların giriş-çıxış xətləri, xidmət meydançalarının təmir işləri davam etdirilir. Bizim 2 saylı fekan nasos stansiyamız var. Fekan nasos stansiyasına barmaqla təmizlənməsidir. Mövcud nasosların hər birinə gündəlik nəzarət olunması, eləcə də ərazidə yağış barmaqlıqların, yağış quyuların və digər şəbəkə quyuların təmizlənməsidir və onların yuyulmasıdır. Həm mexaniki üsulla təmizlənməsi, həm də maşın yüksək təzyiq yuyma maşına yuyulması bizim gündəlik gördüyümüz işlərdir. Təbii ki, hamısı iş əmrinə əsasən olunur və eyni ilə də hal-hazırda durduğumuz təmizləyici qurğular sexi Sumqayıt şəhərinin bütün tirkab suları təmizləyici qurğular sexinə axır və burada təmizlənir və gördüyünüz kimi təmizləyici qurğular sexdə təmir işləri gedir, yüksək sürətlə davam edir və hal-hazırda birinci aerotanki gördüyümüz kimi tam bitib. Digər ikinci və üçüncü aerotanklərdə də işlər hal-hazırda davam edir. Eyni ilə də təmizləyici qurğular sexinin digər nöqtələri, qəbul kamerası, qum tutanlardır, barmaqların təmiri hal-hazırda sürətlə davam edir. Sumqayıt Şəhər Su Kanal İdarəsi tərəfindən xidmət səviyyəsinin artırılması məqsədi ilə idarədə gecə növbəsi də fəaliyyət göstərir. Belə ki, gecə saatlarında baş verən istənilən qəzada operativ olaraq idarə əməkdaşları tərəfindən aradan qaldırılır. Bu işlərə kanalizasiya quyularının və yağış barmaqlıqlarının təmizlənməsi də daxildir. 2025-ci ilin əvvəllərindən indiyədək idarə tərəfindən Sumqayıt şəhər ərazisində su şəbəkəsində baş vermiş 6466 qəza və kanalizasiya şəbəkəsində baş vermiş 9197 qəza öz müsbət həllini tapıb. Bundan əlavə idarənin balansında 54 ədəd fəaliyyətdə olan nasos stansiyaları mövcuddur ki, həmin nasos stansiyaları nəzarətdə saxlanılır və ehtiyac olduğu halda təmir olunur. Məlumat üçün bildirim ki, Sumqayıt şəhərinin müxtəlif ərazilərində gün ərzində qəzalar baş verir. Su və kanalizasiya şəbəkəsində baş verən qəzalar aidiyyəti üzrə iş əmri yaranandan sonra aidiyyəti üzrə briqadalara verilir və briqadalar dərhal qəza yerində olur və baş verən qəza aradan qaldırılır tərəfimizdən. Və hal-hazırda olduğumuz ünvan 1-ci mikrorayon ərazisidir. Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisi 16/29 sayılı binanın qarşısında 114 mm polad xəttə qəza baş vermişdir və göründüyü kimi qəza briqadalarımız tərəfindən aradan qaldırılır. Qeyd edək ki, Sumqayıt şəhərinin su mənbələri Ceyranbatan su anbarı və Hacı Zeynalabdin Tağıyev adına Şollar su kəməridir. Su kəməri şəbəkəsinin uzunluğu 343,5 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 317,4 km-dir. Şəhərdə 99,9% əhali su alır. Bundan 24 saat su alan əhali 92,5% təşkil edir. Sumqayıt şəhər Su Kanal İdarəsinin ümumi abonent sayı 119.252 nəfərdir. Onlardan 114.072-si əhali, 5.180-i isə qeyri-əhalidir. Şəhərdə sayğaclanma faizi 92,8% təşkil edir.